Bir bitkinin üzərində olan bütün çiçəklər, iki cinsiyyətli çiçəklər olarsa, bu bitki bir evli, iki cinsiyyətli olacaq. Məsələn, bu şəkildə bir bitkinin üzərində hermafrodit çiçəklərə təsadüf olunur. Bir evli bitkidir, çiçəkləri iki cinsiyyətlidir. Əgər bir bitkinin üzərində bir tərəfdə erkəkciyi olan çiçəklər, digər tərəfdə dişiciyi olan çiçəklər varsa, bu eyni bitkinin üzərində bir cinsiyyətli erkək çiçəklər, bir cinsiyyətli dişi çiçəklər var deməkdir. Yəni bu bitki bir evli, bir cinsiyyətli olacaq. Məsələn, bu şəkildə olduğu kimi bir bitkidir. Bir tərəfindəki çiçəklər yalnız erkəkcikli, digər tərəfindəki çiçəklər yalnız dişiciklidir. Yəni bir evli, bir cinsli çiçək. Məsələn, qarğıdalını misal göstərə bilərik. Qarğıdalının dişi çiçəkləri qıça çiçək qrupunda, erkək çiçəkləri süpürgə çiçək qrupunda toplanır. Bir evli bitkidir, bir cinsiyyətli çiçəklər var. İki evli bitkilərə misal olaraq bizim ən çox istifadə etdiyimiz söyüd bitkisini nümunə gətirmək istəyirəm. Söyüd iki evli bitkidir. Məsələn, bu əlim söyüdün yalnız dişicikli çiçəklərdə daşıyan evi olsun, yəni bitkisi olsun. Bu əlim isə söyüdün yalnız erkəkcikli çiçəklər daşıyan evi olsun, yəni bitkisi olsun. İki dənə ev oldu. Buradakılar yalnız dişicikli çiçəklər daşıdı. Yalnız dişicikli çiçəklər bir cinsiyyətli çiçəklərdir. Buradakılar isə yalnız erkəkcikli çiçəklər daşıdı. Yalnız erkəkcikli çiçəklər daşıyan bir cinsli çiçəklər olacaq. Deməli, söyüd iki evli, bir cinslidir. Və yadınızda saxlayın, söyüdün dişiciklər daşıyan çiçəkləri yaşıl rəngdə, erkəkciklər daşıyan çiçəkləri sarı rəngdə olur. Bu şəkildə iki evli bir cinsli bitki göstərilmişdir. Bu evdəki bütün çiçəklər yalnız dişicik daşıyır. Bu söyüd bitkisində, qovaq bitkisində, göylüş bitkisində ola bilər. Bu evin üzərində olan, yəni bu bitkinin üzərində olan çiçəklər isə yalnız erkəkcikli çiçəklərdir. İki evli, ayrı-ayrı evdir. Lakin bir cinsli çiçəklərə sahibdir. Sizə bir formula deyim. Biyologiyada 1.1 var, bir evli bir cinsli. 1.2 var, bir evli iki cinsli. 2.1 var, iki evli bir cinsli. Lakin 2.2 yoxdur. Yəni iki evli iki cinsli çiçəklər yoxdur. İki cinsli çiçəklər yalnız bir evli bitkilərə aiddir. Bir cinsli çiçəklər həm bir evli bitkilər üzərində təsadüf oluna bilər, həm iki evli bitkilər üzərində təsadüf oluna bilər. Və yaxud da belə deyə bilərik. Bir evli bitkilərin yalnız bir cinsiyyətli çiçəkləri ola bilər. Bir evli bitkilərin iki cinsiyyətli çiçəkləri ola bilər. İki evli bitkilərin isə yalnız bir cinsiyyətli çiçəkləri ola bilər. Və bu çiçəklər ayrı-ayrı bitkilər üzərində olmalıdır. Elə isə sizə bir sual. Söyüd bitkisində spermilərin əmələ gəlməsi onun hansı bitkisində və yaxud da hansı çiçəkləri olan bitkisində baş verəcək?